sadələşdirmək qeyri-mümkündür görünür. Lakin sadələşdirə bilərik. Necə? X üstü 4'ü x kvadratının kvadratı şəklində yazıram. Üstəgəl 2 vur x kvadratı 64'ü isə 8'in kvadratı şəklində düşünsəm, vur 8. Üstəgəl 8'in kvadratı. Bunu əlavədən artırdım axı. Deməli, təbii ki, 16x kvadratını çıxmalıyam. Məxrəcli işim yoxdur. Bu hissə mənə x kvadratı üstəgəl 8'in bağlanmış kvadratı çıxılsın. 16x kvadratının yerinə isə 4x'in kvadratı şəklində yazaram. Bu ifadəyə necə baxaram? A kvadrat çıx b kvadrat kimi. Açılışı necə idi? A üstəgəl b vurulsun a çıxılsın b. Bizim kəsirimizin məxrəci var idi. Nə? X kvadrat çıx 4x üstəgəl 8. Bunlar bir-birin ixtisar aparar. Geriyə nə qalar? X kvadrat üstəgəl 4x üstəgəl 8.